Salamlar, Fərqində Söhbətlər podkastının ilk üzbəüz buraxılışına xoş gəlmisiniz. Bugün Aygün xanım Bakıdadır və biz nəhayət uzun zamandır arzuladığımız o üzbəüz podkastı çəkirik. Xoş gəlmisiniz Aygün xanım. Xoş gördük. Necə hiss edirsiniz özünüzü Bakıda? Əladır, yaxşıdır. Bütün gün taksilərdəyəm. Çox, amma hər şey gözəldir. Hə, biz bunu manifest etmişdik. Siz bir şəkil göndərmişdiniz ki, bir gün. Nəsə o da reallaşdı da. Bu mənim ən tez reallaşan arzum oldu. Yəni ilk ümid edirəm ki, bundan sonraki arzularım eyni sürətlə reallaşacaq. Amma arzu demişkən, elə bugünkü mövzumuzla da məncə biraz əlaqəli bir sualla başlamaq istəyirəm. Bəzən olur ki, bir şey arzulayırıq, bir şey qarşımıza çıxır, amma yenə də işarə gözləyirik kainatdan. Niyə gözləyirik işarə? Nəyə ehtiyacımız var? Ümumiyyətlə kainatdan gələn işarələr doğrudurmu? Biraz bu haqqda istəsəz danışaq. Hazır sizə gəlmişkən və bu da bizim bir arzumuz reallaşmışkən. Hə, danışaq, niyə də yox? Çünki mənə bu sual ümumiyyətlə çox gəlir ki, bəs filan şey məndə filan cür oldu, bu mənə kainatdan gələn mesajdırmı? Nə bilim, necə bilim ki, mənə mesaj gəldi? Necə ayırd edim ki, məsələn, mən bu dəqiqə zehnimmi mənə oyun oynayır, yoxsa mənə doğrudanmı hardansa mesaj mı gəlir? Düzdür? Yəni məncə bu sual çox insanı maraqlandırır. Biz də bugün onun ətrafında elə dedim ki, danışaq. Bu da olsun bizim noyabr ayımızın mövzusu. Baxın, ümumiyyətlə gəlin belə bir yenə də şərti şumda kəsək ki, sonradan problem yaranmasın. Mən sizə öz variantlarımı deyim, amma sonra qərarı da sizə buraxıram ki, yəni siz özünüz baxın ki, siz hansına inanmaq istəyirsiniz və eyni zamanda da yəni hansı sizin üçün daha məntiqli gəlir və eyni zamanda da öz situasiyanıza uyğun, yəni bu dəqiqə görəsən hansıdır. Yəni yenə də qərar sizin olsun, hə? Belə deyək. Həmişəki kimi sərt bir giriş olacaq deyəsən. Həmişəki kimi də, yəni işimiz bir şey də şərti şumda kəsirik ki, deyir sonra xırmanda yabalaşmayaq. Köhnələr demiş. Mən bunu çox sevirəm. Əvvəlcədən xəbərdarlığımı eləyim. Baxın, bu kainatdan gələn mesajlar, ümumiyyətlə kainat belə bir sistem deyildi, oturub oradan bizə mesaj göndərir və s. Yəni biz bunu əslində frekanslar, nə bilim, intuisiya işin içərisinə girir. Bəzən bizim şuuraltımız, bəzən bizim zehnimiz, əslində yəni bəzən də ruhsal tərəf. Əslində yəni o qədər də asan deyil. Məsələn, kimsə mənə DM-dən sual yazanda ki, məndə belə bir şey yaşanıb. Sizcə bu nə bilim, kainatdan gələn mesajdır, yoxsa şuuraltım mən aldadır? Mən onu heç vaxt bilə bilmərəm. Çünki mən sizin yerinizdə deyiləm deyə mənim üçün çox çətin orada nəsə demək ya, bu hansıdır. Amma biz bunu yəni bu şəkildə ən azından izahını bilsək, bir balaca ayırd edə bilərik. Gəlin baxaq. Baxın, ruhsal tərəfdən baxsaq, məsələyə ruhsal spiritual tərəfdən baxsaq, bizə mesajlar gələ bilər necə? Bizə mesajlar gələ bilər məsələn, yüksək mənimiz vasitəsilə, yəni o ali mənimiz vasitəsilə, hətta fərqində mən Matrix proqramında, bilmirəm yadınızdadırsa, siz də oradaydınız. Orada biz bir balaca danışmışdıq. Yüksək mənlik, əlaqə, düzdür, yüksək mən buradakı bizim bədənimizlə necə əlaqə yaradır və s. onlardan danışmışdıq. Amma yüksək mənimiz, yəni ali mənimiz bilməyənlər üçün də deyim, yəni sanki bizim elə fikirləşin ki, çox böyük biz bir ruh varlığıyıq, yəni spirituallıqda belə biz inanırıq. Çox böyük bir ruh varlığıyıq və o ruhun çox kiçik bir parçası indiki bu bədəndədir və o bir təcrübə yaşayır. Amma böyük biz rəsmə baxanda, yəni bizim elə fikirləşin ki, ruhumuz çox böyükdür və onun sanki hər parçası kiçik bir təcrübə üçün, məsələn, dünyadadır. Düzdür, belə fikirləşin. Və biz bəli o kiçik ruh parçacığı olaraq əlbəttə ki, yüksək mənimizə bağlıyıq və ondan müəyyən belə deyək, məlumatlar, o bizi istəyir ki, məlumatlandırsın. Çünki məsələn biz bir çətin bir situasiyaya düşürük və düşünürük ki, mən bunun haqqından gələ bilmərəm də, mənim üçün çox çətindir. Amma yüksək mənimiz bilir ki, məsələn bizim bir karma sisteminə inansaq, reinkarnasiyaya inansaq, yüksək mənimiz bilir ki, sən bunun qat-qat daha çoxuna nə etmisən? Bacarmısan, ötəsindən gəlmisən, sən əslində bu sənin üçün heç nədir. Və məsələn bu şəkillərdə bizə başlayır, istəyir ki, bizimlə əlaqə yaratsın, yəni bir şəkildə bir işarə bizə göndərsin. Bu şəkildə, yəni spirituallıqda biz buna bəli deyirik ki, bəli yüksək mənimiz bizə, amma bunun üçün siz bəli doğrudan da o əlaqəni itirməyən və yaxud da o əlaqəni sonradan bərpa edən bir insan olmalısınız. Məsələn, bu qaça-qaçda, hayküydə və s. biz heç oturub, mən məsələn bugün baxıram, deyirəm ki,
ki, neçə gündür buradayam və mən heç ailəmlə oturub, yəni bir çay belə içə bilməmişəm. Tam səmimi deyim. Yəni qaçıram ora, qaçıram bura, bütün günü qaça-qaçdan təəssüf keçirdirəm. İndi hamımızın məsələn belə bir anı var ki, məşğuluq ora bura qaçırıq və bizim əlbəttə ki, səmimi desəm yadımıza düşmür ki, oturum mən yüksək mənimə bağlanım, görüm nə istəyir. Düzdür, bax biz itiririk bunu və o bağı qoruyub saxlamaq da doğrudan çətindir, amma spirituallıqda bəli biz belə inanırıq ki, o bizimlə daimi əlaqəyə girmək istəyir. Amma biz bilməliyik ki, o digər kənar faktorları ki, harda mənim zehnim mənə oyun oynayır, düzdür? Harda mənə həqiqətən də mesaj gəlir. Bax bu birincisi. Yəni yüksək mənimiz bəli bizə mesajlar göndərə bilər. Kainatdan gələn mesaj deyəndə, yəni kimsə oturub orada bizə mesaj göndərmir. Sadəcə yüksək mənimiz bizi hansısa bir şey. Çünki o elə fikirləşin, oyunu bütün bilir. O bizə həmişə nə deyirəm, yuxarıdan baxır deyə. O çox şeyi bilir. Və ona görə də bəli bizi əslində yönləndirə bilər, amma dediyim kimi bu hər insan bunu yaşamır. Bu ancaq çox belə siz gərək doğrudan da o əlaqə sizdə olsun, o hissiyat sizdə yaransın ki, mən onun bir parçasıyam. Məsələn, bunun üçün bizim kanalımızda ruhsal missiyanı tapmaqla bağlı bir texnika var idi, meditasiya formatında. Onu etməyinizi məsləhət görərəm və fərqində mən Matrixdə mən bir texnika vermişdim iştirakçılara ki, yüksək mənliklə biz necə bağlana bilərik. İndi o artıq oradakılara qismət oldu. Çünki bu tərz texnikaları və s. ortalığa çıxartmaq çox da doğru deyil. Yəni kim onu necə istifadə edəcək, hansı formatda faydalanacağından biz bilmirik. Ona görə də belə şeylərə durub hər şeyi ödənişsiz paylaşmaq olmaz. Hətta məncə o qədər faydalana da bilməz Rəgün xanım. Çünki biz orada fərqində mən proqramında bir kampın içində idi. Sanki onun əvvəli var idi, sonrası var idi və mənim o texnika yadımdadır və ondan sonraki bir neçə gündə sanki o yüksək mənimin kontrolunun altında olduğumu çox hiss eləyərək yaşayırdım və bu çox yaxşı bir hiss idi. Amma düşünürəm ki, bunu nəzarətsiz eləsəm, yəni bilin bu həqiqətən bir onun ön izahı olmasa siz tərəfdən hamının düşüncə güclülüyü eyni səviyyədə deyildi. Kimsə çox zəif ola bilər, kimsə artıq real həyatı itirə bilər, real həyatdakı öz kontrolunu ki, onsuz da mən idarə edirlərdi, mən nəsə qərar vermə məcburiyyətində olum. Ona görə məncə də yəni çox faydalı bir kamp idi, amma mütləq şəkildə nəzarətdə edilməsi gərəkən bir şey idi. Yəni işin ardını, astarını dahi bilmədən o şeyləri biz yəni verə bilmirik insanlara. Baxmayaraq ki, çox adam məsələn deyir ki, istəyirəm və s. amma bilmirik. Yəni nə baş verə bilər? Adi insan var ki, çox bəsit bir texnikanı belə edib, sonra gedirsən başqa yerdə görürsən ki, mən falan coaching texnikasını elədim, depressiyaya düşdüm. Baxın, amma yəni çünki sən ona hazır deyildin, tapdın, tapışdırdın bir təhər, nə bilim, ödənişsiz o verdi və s. sən də getdin etdin və zehnin hazır deyildi. Ona görə də problem yaşayırsan. Bax budur. Yəni ona görə məndən deməyin ki, biz yüksək mənimizə necə bağlamaq və s. ki, dediyim kimi onun texnikaları və s. olsa belə, bu qədər də texniki bir proses də deyil. Yəni biz zaten onu həqiqətən də oturub istəsək bunu edərik. Amma bu dediyim kimi zaman alan bir şeydir. Yəni bu da bir ayrı bir mövzudur. Amma bəli, bu işarə bu şəkildə gələ bilərmi? Gələ bilər. Bu bir məsələ. Daha sonra spirituallıqda biz nəyə inanırıq? Onu deyim sizə. Daha sonra spirituallıqda biraz da maraqlı mövzu qoruyucu mələklərə çox, yəni qoruyucu mələklər var hər kəsin və o mələklərin də daima bizə əslində bir kömək etmə. Yəni onsuz da qoruyucu mələyin nədir funksiyası? Kömək etməkdir əlbəttə ki, amma belə bir şey də var ki, indi mən bunun %100 garantisini verə bilmirəm, amma spiritual elmlərlə məşğul olan insanlar bunu belə deyir ki, qoruyucu mələklərdə sizin icazəniz olmadan sizə müdaxilə edə bilməzlər. Yəni orada da sən onunla bağ qurmalısan. Orada da sən onunla ilk addımı atmalısan ki, tamam, mən bir şey istəyirəm, mənim qoruyucu mələyim mənə məsələn kömək et və s. kimisindən. Bu da biraz təhlükəli hissədir. Çünki burada da biz mələklə ünsiyyət qurduğumuzu zənn edib başqa yerlərə də gedib çıxa bilərik. Mən çox dərin spiritual biri olmadığıma görə bu mövzuları bilsəm belə çox dilləndirmirəm. Amma yəni siz mələklə danışdığınızı zənn edib çox qaranlıq bir yerə də çəkilə bilərsiniz. Yəni bu da uşaq oyuncağı deyil. Deyim. Yəni bundan çox ehtiyatlı olmaq lazımdır. Xüsusən də ümumiyyətlə o spirituallıqda baxın yenə mövzu axır gedir. Spirituallıqda o 5-ci boyut varlıqları deyirlər. Yəni orada hər cürə varlıq var. Və onlar manipulyasiya etmə bacarığı olan, manipulyasiya edən mələklər də ola bilər. Yəni hər mələk də o belə qanadlı, sizin yaxşılığınızı istəmir. Yəni manipulyasiya edən mələklər də ola bilər. Məsələn, falçılara bir şeyləri fısıldayanlar da belə baxanda həmin boyutdan sayılır. Yəni çox ehtiyatlı olmaq lazımdır. Burada da, bu hissədə də ki, tamam, ola bilər ki, bəli biz bir kömək istəyirik və deyirik, məsələn, heç bilmədim necə oldu, amma sanki mənə hardansa bir kömək gəldi. Bax, məsələn, bəlkə də doğrudan da həmin anda
da daxilinizdən keçirdirsiniz ki, məsələn bir kömək və bizim qoruyucu mələklərimiz də çox zaman, məsələn mən bilirəm kimdir mənim qoruyucu mələklərim. Onlar bizim çox zaman ya dünyadan köçmüş yaxınlarımız olur, ya hələ ki dünyaya gəlməmiş bəzi ruhlar olur ki, kimlər ki onlarla bizim bir kontraktımız var. Məsələn onlar bizim qoruyucu mələklərimiz olurlar və dediyim kimi bu da biraz dərin məsələdir ki, siz bunu dərinini bilmədən nəsə bir şeylər etməyə çalışsanız, burada da problem yaşaya bilərsiniz. Yəni biraz ehtiyatlı olmaq lazımdır bu məsələlərdə. Yəni biraz asan yola qaçmaq bəlkə də lazımdır. Yəni Fikirləşirik ki, nəsə olsun, tez o işarəni tez gəlsin mənə, bilim ki, düzdür ya yox. Amma bu da fəsadlı bir yola gətirib çıxara bilər bizi. Bəli, yəni çox ehtiyatlı olmaqlarını tövsiyə edirəm. Mən burada danışıram, baxın, yəni istəyirəm məlumatlandırım, amma görürsüz ki, məsələn çox dərin də adam danışanda sonra məsələn üçün narahat qalaram ki, birdən kimsə getdi, nəsə etdi və s. Yəni onun da məsuliyyəti artıq mənim boynumda, özüm bunu hiss edərəm də. Yəni amma ən azından xəbərdarlıq verirəm ki, yəni biraz ehtiyatlı olmaq lazımdır. Amma dediyim kimi siz ki deyirsiniz, məsələn hansısa bir işim bir qaydasına düşdü və ya da bəzi insanlar, kimlərin ki intuisiyası çox güclüdür, onlar yəni hiss edir ki, məsələn onun hansısa yaxını, məsələn dünyadan köçüb, onunla sanki bir bağı var, hiss edir ki, sanki ona daima köməyə gəlir. Məsələn nə vaxt yoxsunda onu görsə, bilir ki, səhərsi gün belə bir şey olacaq və s. Yəni çox hissiyatlı insanlar əslində bilirlər hətta bunu. Amma dediyim kimi yenə də bu da hər kəs üçün deyil. Amma spirituallıqda bəli, bu ikisinə inanılır ki, yəni bu şəkildə bizə mesajlar gəlir, köməklər, mesajlar bizə gəlir kainatdan. Biz buna kainat deyirik. İndi gələk işin biraz real tərəfinə. Danışdıq, bura hamının xoşuna gəlir, hamı belə fikrə gedir. İndi işin biraz da başqa tərəfinə də baxaq ki, fərqli istiqamətlərdən. O da gəlir zehnimizin oyunu. Bax, ən təhlükəli hissə buradır. Yoxsa ona qalsa bəlkə də bugün bir çox dəlixanada şizofreniya təşxisi ilə oturan insanların çoxu bəlkə də başqa boyutlarda falan ilişiblər. Heç biz bilmirik, məsəl üçün paralel evrənlərdə mi ilişiblər. Çünki o bir dəfə ki, o müəyyən bir səviyyə, müəyyən bir nöqtə var da, onu biz keçdiksə, yəni doğrudan da geri dönüş çox çətin olur. Baxın, zehnin oyununda hətta mənə bəzən bir-iki sual gəlir ki, deyir ki, Aygün xanım, məsəl üçün mən aura oxumaq istəyirəm, aura rəngini görmək istəyirəm və s. Mən heç məsləhət görmürəm məsələn. Yəni mən özüm belə bunu etmirəm. Nəyə görə? Çünki tamam, onun bəli müəyyən bir yolu var, müəyyən bir şeylər tələb edir səndən aura oxuması. Amma yəni sən çox çətindir onu ayırd etmək ki, bu mənim zehnimin mi oyunudur? Məsələn, mənim sizdən xoşum gəlirsə, ola bilər ki, mənim zehnim məni aldadır və mən sizin auranızı çox parlaq, qəşəng görə bilərəm. Yəni görə bilərəm, mümkündür bu. Və yaxud da ki, birindən xoşum gəlmir və mən onun aurasını, yəni nə bilim, neqativ görə bilərəm. Başqa rəngləri var və hər rəngin də öz mənası var. Görə bilərəm. Yəni zehnim məni aldada bilər və mən bunu çox dərin spirituallar böyük ehtimal ki, onun fərqini bilirlər, onu daha yaxşı idarə edə bilirlər. Amma biz o işin lap içində deyiliksə, biz gərək məsələn girişməyək. Çünki zehnimiz bizi aldada bilər. Düzdür? Bax bu hissədə də, bu mesaj hissəsində də yenə də çox ehtiyatlı olmaq lazımdır. Çünki biz zehin quruluşu, zehnimizin bir işləmə bir mexanizması var da, mənim tez-tez danışdığım haqqında. Zehnimiz ümumiyyətlə filtrləmə mexanizması ilə işləyir, yəni bir fokus mexanizması ilə işləyir. Yəqin ki, məsələn, fikir vermisiniz də, siz birdən-birə nəyisə məsələn arzulamağa başlayırsınız, o artıq sizin fokus maraq dairənizə düşdüyünə görə başlayırsınız onu hər yerdə görməyə, düzdür? Maşınlarda falan. Hə, maşınlarda, tutaq ki, siz məsələn bugün biz niyyət eləyək, deyək ki, çıxaq çölə sarı Mercedes görək də məsələn. Sarı Mercedes normalda nə qədər görə bilərik ki. Amma çıxın çölə axtarsaz görəcəksiniz. Çünki artıq ümumiyyətlə bizim zehnimiz bizə ancaq vacib olanı filtrləyib önümüzə qoyur. Yəni biz deyirik, baxmaq və görmək eyni şey deyil də. Yəni biz hər şeyə baxırıq, amma biz hər şeyi görmürük ki, bu da normaldır, bu da yaxşı ki də görmürük. Yoxsa dəli olarıq. Bu da məlumatlı. Mümkün deyil. Yəni zehin filtrdən keçirdi. Məsələn, təsəvvür edin, siz bura gələnə qədər kim bilir nələr görmüsünüz də. Maşın, avtobus, insan, səs, hava, hər şey. Və zehnimiz hamısını filtrdən keçirdir və Aytan xanım böyük ehtimal ki, bura gələndə yəni nə görür, heç nə yadınızda
yadınızda deyil. Və bu yaxşıdır. Hamısı yadınızda olsa görün siz nə hiss edərsiniz, düzdür? Və zehnin baxın o filtrasiya məsələsində biz ki niyyəti məsələn qoyuruq ki, deyirik ki, məsələn çox insan belədir. Deyir ki, mənim filan bir niyyətim var. Əgər o niyyətim yaxşı bir şeydirsə, məsələn önümə filan şey çıxsın, atıram da bu 11 rəqəmini bu gün görsəm biləcəm ki, mən doğru yoldayam. Və siz inan ki 99% halda o rəqəmi görəcəksiniz. Çünki zehninizi ona fokusladınız. Aydındır və zehniniz hər şeyi filtrdən çıxardıb onu sizə filtrləyəcək. Buna səhv etmirəmsə RAS sistemi deyilir. RAS yazılır. RAS belə bir sistem var. Bax həmin o sistemi keçirdir süzgəcdən, onu sizə göstərir. Bizə deyir ki, mən işarə aldım. Baxın, çox ehtiyatlı olmaq lazımdır orada. Yəni mən bilməliyəm ki, və yaxud da ki Matrix-da, Matrix-in bir oyunudur, düzdür? Yəni mən buna fokuslandığım üçün bunu da görürəm. Baxın, yəni məsələn psixoloqdan soruşsaz və s. sizə bunu belə izah edəcəklər ki, budur. Və onlar da öz açılarından səhv deyirlər. Aydındır. Biz indi biraz daha fərqli baxırıq ki, bu da var. Yenə deyirəm, qərar özlərinindir də, hansına inanırlar, onlar inansın. Amma məsələn, yaxşı variant nədir? Yaxşı variant odur ki, mən hamısının fərqində oluram da. Yəni bilirəm ki, bu da var, bu da var. Sonra baxıram ki, aha, bax məsələn mən yoldaşım maşınını dəyişmək istəyəndə keçən il ağlında bir model var idi. Və o deyirdi ki, o model çox yoxdur da, yəni Polşada azdır və s. Daha keçən yox, bir 2 il bundan öncə. Nasıl? Ondan sonra gəldi ki, desin Polşada hamı elə bu maşını sürür. Çünki artıq fikrini ona verib deyə hər yerdə mən də bu görürdüm. Sağımız, solumuz, önümüz, arxamız belə önlü arxalı gedirdi o maşınlarla. Yəni burada kainatlıq bir şey yoxdur. Böyük ehtimal ki, orada da zaten var idi o maşınlar. Biz sadəcə fokusumuzu verdiyimizə görə avtomatik başlayırdıq onu daha çox görməyə. Düzdür? Yəni bu bir işarə deyil. Amma məsələn biz çox meyilliyik deyim ki, vəssalam bu işarədir. Gedim bunu tətbiq eləyim. Amma işarədirmi? Bax o artıq o hissə qalıb sizin ümidinizə ki, siz onu gərək orada çözəsiniz. Əslində işarədir, amma nəyə işarədir? Sizin onu çox istəməyinizə bir işarədir. Yəni siz onu o qədər istəyirsiniz ki, daha bir təsdiqə ehtiyacı var ki, bir dənə bu təsdiq də gəlsin, mən bunu 100% eləyəcəm. Burada əslində yəqin ki, hamının o ilişib qaldığı nöqtə o nöqtədir ki, çox istəyirəm, amma əmin deyiləm eləyib eləməyəcəyimə. Orada nə edeyim, orada necə yol irəliləyim? Məsələn, sizə verilən suallar da elə olur ki, yəni zehnimin oyununda, yəni bilir ki, elə olmaya da bilər, yəni şübhəsi də var, amma bəlkə də doğrudan işarədir. Biz onu necə fərqləndirəcəyik, oradakı bizə məsləhət gördüyümüz addımlar nədir? Biraz o istiqamətdə də danışaq bəlkə. Baxın, indi bu da yenə mənim variantımdır. Yəni mən belə görürəm bunu. Məsələn üçün mən özüm də bunu tutaq ki, bildiyimə görə baxıram ki, mənə də məsələn bir işarə gəlirsə, düzdür. Mən daha çox intuisiyama güvənirəm. Daxili hissiyatıma güvənirəm. Yəni daxildən bir səs, amma o da daha çox kimlərdə olur? Öz məni ilə daha yaxşı kontaktda olan insanlarda. Çünki bizim daxili səsimiz belə zehnimizin səsidirsə, o yenə də bizi yanıldır, düzdür. Amma biz ki daha çox öz mənliyimizlə kontaktdayıqsa, məsələn bunu artıq biz yüksək məndə o işin içərisinə qatırıqsa, mən daha çox intuisiyama güvənirəm. Yəni nəsə olanda, mən nəyəsə fikrimi verəndə və o mənim önümə çıxmağa fikir versəz, hətta indi elədi ki, yəni nəyisə istəyirsiniz, 5 dəqiqə sonra reklamını da görürsünüz, düzdür? Yəni hər tərəfdən bizə bir hücum, alqoritmlə işləyir. Hər tərəfdən bizə bir hücum var da, belə baxanda reklamını görürsünüz, fərqi yoxdur və s. Hətta siz marketoloqsuz, siz bilərsiniz ki, məsələn Amerikada, bilmirəm Azərbaycanda varmı, insanların hətta bank xərcləmə vərdişlərinə görə onların önünə reklamlar çıxır, düzdür? İndi məsələn biz bilə bilmərik ki, bu reklam mənim önümə nəyə görə çıxdı, hardan çıxdı, mən hardan vermişəm o boşluğu. Bu da bunun kimidir. Amma məsələn mən intuisiyama güvənirəm və çox daxildən bir yerdən, yəni hiss edirəm ki, tamam. Bax bu doğrudan da mənə aid bir mesajdır. Yəni mənə məsələn bir şeyə niyyətləndim və orada mənə fərqli mesajlar gələ bilər. Düzdür? Yəni niyyətləndim, önümə bir şey çıxa bilər. Ola bilsə, okey, mən deyirəm ki, tamam, bu böyük ehtimal ki, zehnimin filtrasiyasıdır. Bugünə qədər görmürdüm, indi görürəm. Okey. Amma bəzən də o bir hissiyat ki gəlir sizə. Məsələn bir şey düşünürsüz, amma orada boğazınız düyünləndi sanki. Bədən reaksiya verir. Bədəniniz reaksiya verir də. Yəni və mənim bədənim çox reaktiv bir bədən olduğuna görə hər adamda da bu belə deyil. Amma məsələn mənim bədənim çox reaktiv olduğuna görə mən dərhal onu hiss edirəm ki, nəsə var. Yəni okey, bax həyəcanlandığım nöqtəyə görə belə məsələn bilirəm ki, məsələn, okey, burada işarələr var, amma demək ki, bu mənə uyğun bir şey deyil. Bu mənə sanki indi vaxtı deyil və s. Bunu hiss edirəm. Və bu intuitiv, yəni hissiyatla mən ola bilər ki, işarələr hər şey mənə göstərir ki, sən bu yoldan getməlisən.
Amma mən getmirəm o yoldan. Amma orada sırf intuisiyama güvənirəm. Yəni zehnim başqa şeylər göstərir mənə, nə bilim ətraf başqa şeylər deyir mənə. Amma mən deyirəm ki, yox. Mənim intuisiyam mənə başqa bir şey deyir. Və orada mən inanıram ki, mən həmin anda məsələn mənim yüksək mənliyim mənə kömək olur. Daxildəki hamımızın daxilində müdrik bir insan var da. Yəni biz sadəcə onu bir balaca oyandırmalıyıq, düzdür? Və məsələn ona inanıram. Amma dediyim kimi hər kəs gərək nə etsin? Özü öz situasiyasını doğru şəkildə dəyərləndirə bilsin ki, sonra biz belə yalançı işarələrlə baxın, onda da fake bir şeylər yaşamış oluruq da. Yəni məsələn deyir kainatdan mesaj gəldi, gedib elədim, amma heç gözlədiyim kimi çıxmadı və s. Kainat neyləsin? Kainat dediyim kimi oturub orada o Jim Carrey'nin filmi idi, yuxarıda mesajları cavab verirdi, arzulara, hamının arzusunu gerçəkləşdirirdi. Yəni bu belə bir sistem deyil. Biz bax bunu yadımızda saxlamalıyıq. Əslində orada onda eləməli olduğumuz biraz özümüzlə tək qalmadı. Hansı ki siz dediyiniz kimi bu real həyatda o qədər çətindir və o qədər az eləyirik ki bunu. Bəlkə də elə ona görə uzaqlaşırıq özümüzdən və belə o sualların içində qalırıq. Mən yadıma siz danışdıqca düşdü ki, mən nə zaman çox böyük bir qərar verməli olsam, həmişə gedirəm botanika bağında saatlarla gəzirəm. Çünki orada artıq bütün kənar səslər bağlanır və sadəcə sən təksən və qarşında böyük bir yol var. Bu mənə məsələn çox kömək olur və həmin anda da yenə də zehin işləməsin deyə, yəni zehindən gələn bütün o səsləri də susturmağa çalışıram. Çünki mən indi nə hiss edirəm? Dediyiniz o bədənin reaksiyası bəlkə də bizə ən çox kömək olan şeylərdir ki, bəzən insanlar deyirlər ki, bədən məsəl üçün əsəbləşəndə çox göstərmək istəmirəm, nə bilim, həyəcanlarım çox göstərmək istəmirəm, amma bəlkə də bu bizim ən böyük köməyimizdir ki, biz onu yəni fiziki olaraq da görürük ki, burada nəsə yolunda deyil və o bizə bir işarə ola bilər. Bəlkə də elə bədənimizdə bəzən dinləmək unudurub deyib bunlar başımıza gəlir. Yəni ki, biraz artıq dediyiniz kimi özümüzlə baş-başa qalmaq bu yolda eləyə biləcəyimiz ilk addımdır. Nəinki cavabı başqa insanlardan soruşmaq və başqa yerdən gözləmək. Başqalarından soruşmayın. Yəni dediyim kimi heç kim sizə heç kim sizə deyə bilməz ki, bu sənin zehninin oyunudur, yoxsa bu reallıqdır. Yəni siz çox belə qeyri-adi bir şey hiss edə bilərsiniz. Siz bəlkə çox dərin bir insansınız, dərin bir ruhsuz. Onu məndən bəlkə soruşacaqsınız. Mən deyə bilərəm ki, yox elə şey olmaz məsələn. Mənim elə bir təcrübəm yoxdur axı, mən onu sizə deyə bilməyəcəm. Amma siz onu gərək özünüz biləsiniz. Ki günün sonunda həm mən nə hiss edirəm və bəli, tək qalmaq çox gözəldir. Yəni o çünki özümlə qalıram və o daxili iç səsimi artıq dinləyəndə mən başa düşürəm ki, hə bax burada, yəni məntiq bunu deyir, zehnim bunu deyir və s. amma iç səsim nə deyir görəsən? Və ən doğru səs də çox zaman elə insanın iç səsidir. Amma yenə də deyirəm, iç səsinizdə də o fərqi bilin ki, bu mənim zehnimdəki iç səsdir, yoxsa bu mənim həqiqi öz iç səsimdir. Bax, o da var, görürsünüz işin içində. Düzdür, burada çünki bəzən iç səsimizdə o məntiqi zəminə də oturtura bilmirik. Yəni izah eləyə bilmirik ki, niyə bunu istəyir, amma çox istəyirik bunu və yaxud da bilirik ki, bu düzdür, amma bunu özümüzə zehin sual verəndə ki, niyə o cavabı tapa bilmirik? Bəlkə də o anlarda da biraz daha çox düşünmək, biraz daha çox, nə bilim, daha çox tək qalıb, məncə buradakı əsas faktor o təkliyidir ki, çünki biz həmişə o çarəsiz qaldığımız anlarda daha çox kömək istəməyə yönəlirik, amma bəlkə elə köməyə ehtiyac yoxdur, öz içimizdə də hər şey. Ona görə bu da məncə çox faydalı bir yanaşma oldu ki, heç kimə soruşmadan, çox adamla bu dərd yanmadan. Məsələn, mən onu anlaya bilmirəm bəzən ki, həyatımda bağlı çox böyük qərarları hamıdan soruşaraq vermək, bilmirəm bu nə qədər bəlkə də məsuliyyəti atmaq da, o da ola bilər. Amma halbuki öz üzərimizə alsaq məsuliyyəti, sonunda səhv olsa belə ki, səhv qərarlarımız da hamımızın olub, amma yenə də daha yaxşı hiss edirsən öz səhvin olduğu üçün. Nəinki başqalarının səhvinin nəticəsini yaşamaqdansa. Ona görə hamıya tövsiyə edirik ki, daxili mənimizdə tək qalmaqla bəlkə daha çox, bəlkə biraz texnikalarla, biraz podkastlarla. Çünki təkcə o yəni daxili mən texnikası deyil də, digər bütün fərqindəlik podkastları da bizi əslində özümüzə yaxınlaşdırır. Ona görə o istiqamətdə gündəlik olaraq mən xatırlayıram həyatımın bir dönəmi var idi ki, hər gün siz saat 7-də 7-8 arası podkast atırdınız işdən çıxan vaxtı və o mənim sanki o gün özümlə baş-başa qalma anım idi. Onu dinləyib özümə artıq bu gün də bunu başa düşdüm, bu gün də bu cəhətdən özümü kəşf elədim anı idi. Bəlkə də o istiqamətdə hər gün irəliləsək biraz daha çox yaxınlaşarıq mənimizə. Bu istiqamətdə çox sağ olun məsləhətiniz üçün. Başqa bu yəni bu cavab axtarma sürecində olan insanlar üçün nə deyə bilərsiniz? Yəni ta ki cavabı tapırıq, yenə də əmin deyilik. O addımı atmaqla, o qərarı verməklə, yəni oradakı yenə də bir qərarsızlıq hissi olsa belə addım ata bilmək üçün nələr eləməlidirlər?
Baxın, belə bir şey deyim sizə. Biz görürsüz yenə də burada belə bu sualın içərisində belə zehnimizin yenə də tələsinə düşürük ki, biz yenə də o qədər istəyirik ki, hər şey müəyyən olsun, dəqiq olsun, 100% olsun, dəqiq olsun. Yəni o qədər istəmirik ki, birdən səhv eləyərəm. O qədər yəni belə həyatı belə amma həmişə təkrarlı, həmişə dediyim bir söz var da. Yəni bu qədər plan proqramın içərisində sənin həyatının maraqlı olma ehtimalı nə qədər? Yəni sən heç mi səhv etməyəcəksən? Sən heç mi nə bilim biabır olmayacaqsan? Bir dəfə ol canın qutarsın, düzdür? Bir dəfə gir o insanların içinə. O sənə nə deyirlər desinlər, canın qutarsın. Məsələn, yəni o qədər istəyirik ki, yenə də bax görürsüz məsələn, hətta burada danışırıq, sizdən belə yenə də istərsəmiz zehniniz deyir ki, amma bəlkə bir yol var da. 100% Bəlkə nəsə var. Yəni ki, o bilirsiniz nəyə oxşur o deyirlər. Bu texnika həyatınızı dəyişdirəcək. Bu texnikanı etsəz, nə bilim bu proqram həyatınızı dəyişdirəcək. Yəni bunlar bilirsiniz, bəlkə də doğrudan da möhtəşəm bir texnikadır, möhtəşəm bir proqramdır, amma günün sonunda onun sənin həyatına nə edəcəyi yenə də səndən asılıdır, düzdür? Mən belə asan-asan danışıram deyə hamı deyir ki, yox, burada nəsə var, gedin başqa yerdə axtarım. Amma yoxdur ki, doğrudan yoxdur. Yəni yalandan deyim ki, bunu da eləsəz belə olacaq. Yox, o cavab yoxdur. Tamam, intuisiyan belə dedi. İntuisiyan sənə dedi ki, bunu et. Getdiniz, biabırçılıq. Heç dediniz ki, kaş etməyərdim. Bəlkə də intuisiya deyirdi ki, get biabır ol, sonra sənə başqa bir yol göstərir. Bax, görürsünüz, yəni, bəlkə də intuisiyam yüksək mənim deyirdi ki, qoy bir dənə də bunu buradan itələyim, getsin, burada da bunu etsin, yoxsa tərpənmə fikri yoxdur. Yoxsa bizim serialımız çox sıxıcıdır. Okay? Göndərdi ki, tamam, hə, get et, getdiniz, etdiniz, başınıza bir şeylər gəldi, amma qəşəng şeylər də öyrəndiniz də, yəni. Hə, ondan sonra getdiniz başqa bir yola girdiniz, düzdür, amma məsələ ondan ibarətdir. Siz amma deyirsiniz ki, yox, elə olsun ki, ssenari əvvəlcədən bəlli olsun. Hə, onda da yaşamağın nə mənası var? Mən məsələn onu başa düşmürəm. O zaman mən niyə yaşayıram ki, əgər mənim hər şeyim də öncədən plan. Zaten belə olsaydı, elə onda biz hamımız hər şeyi yenə də ruhsal tərəfdən baxıram, xatırlayaq da biz kim olmuşuq, bizim nə qədər təcrübəmiz. Onda yəni yenə də sıxıcı olur. Elə bilin ki, siz onsuz da belə deyək də hər şeyini bildiyiniz bir oyuna qoyublar sizi. Siz də deyirsiniz ki, onsuz da buradan dönsəm belədir, buradan dönsəm. Kimin həvəsi qalar bunu oynamağa? Mən bunu başa düşə bilmirəm. Yəni bəlkə də elə eləyirik, yəni həyatımızın belə əsas qərarlarını tam ssenari şəklində əvvəlcədən görmək istəyirik. Ona görə də sonradan həyatda nəsə maraq axtarırıq. Yəni əlavə maraqlar axtarırıq ki, yəni bu çox sıxıcıdır həyatımız, nəsə bir maraq olsun. Bəlkə də həqiqətən həyatı yaşamaq maraqlı olmalıdır. Baxın görürsüz, onda da gedib yenə bilinməz axtaracaqsınız. Yəni görürsüz, doymuruq. Yəni o belə bir qəribə bir şeydir. Hər şeyi bilsəz deyəcəksiniz ki, adi insanlar bir-birindən niyə sıxılır? Deyir ki, sanki hər şeyi bilirəm, maraqsızdır mənim üçün. Amma biz deyirik ki, həyatımızın hər şeyini bilək. Niyə? O zaman o həyatı yaşamaq istəməyəcəksən axı. O zaman gedib belə qəribə şeylərdə maraq, həzz axtaracaqsan, düzdür? Məsələ odur. Ona görə də yaşayın getsin. İntuisiyanız sizə bəli yönəldə də bilər, səhv də yönəldə bilər, amma o demək deyil ki, o səhv bilirdi. Bəlkə də qəsdən sizi səhv yönləndirdi. Bu şəkildə də gedin səhərə qədər fikirləşin. Bu videonu kim gecə vaxtısa vəssalam. Yox, əslində çox düzdür. Yəni biz ilk baxışda səhv görünən elə addımlar olub ki, yəni mən çox anı xatırlayıram ki, məsəl üçün tutaq ki, iş müsahibəsinə getmişəm və demişəm ki, yox, burada çox səhv bir şey dedim, amma sonra mənə deyiblər ki, sizin o cümləniz bizim çox xoşumuza gəldi də. Siz orada çox səmimi idiniz məsələn. Ya da nəyisə unutmuşam, cavab verə bilməmişəm. Demişəm ki, bunu araşdırıb deyim. O deyib ki, hə, bizə araşdıran biri lazım idi məsələn. Yəni burada yəni o an sizin zehniniz sərhədləri daxilində səhv kimi görünən çox şey əslində sizə çox fərqli yollar aça bilər. Bu da yəqin ki, biraz buna gətirir ki, biz səhv eləməkdə ona görə qorxuruq ki, qınanarıq. Əslində qınanmaq da başqa bir özünüzü inkişaf elətdirməyə bizə gətirib çıxarır və siz bizdən görüşdə bizə mesajlar vermişdiniz və mənim mesajımda belə bir cümlə çıxmışdı ki, məncə bu hamı üçün çox ideal bir motivasiya cümləsi ola bilər ki, izləməyə dəyər bir filmin baş qəhrəmanıyam. Yaxşı ki, onlar yaşanıb və mən bu filmin baş qəhrəmanı olmuşam. Və ondan sonra həyatı belə film gözündən baxanda, yəni sıxıcı bir filmin, sonunu bəlli olan bir filmi kim niyə izləsin ki? Mən o həyatı niyə yaşamaq istəyim ki? Əgər bilirəmsə sonunda tutaq ki, 10 il sonra bu vəziyyətdə olacağam, bu insan olacağam, bu şəkildə olacaq, hər şeyi planladığım kimi gəzir. Təbii ki, arzularımız var. Bu haqqda da sonra yəni daha detallı arzular haqqında danışa bilərik, amma indiki vəziyyətdə arzular olsun, amma o arzulara çatan yolda qərar verməkdən qorxmayaq. Biraz bəlkə bu qərarsızlıq da işin içinə
girir ki, uşaqlıqdan bəri biz çox qərar verməyə yönəlmiş olmuruq. Bizim adımızda həmişə qərar verirlər ki, oxuyacağımız məktəb, bəzən seçəcəyi ixtisas, kimlə evlənəcəyi. Yəni Azərbaycanda bunlar hələ də aktual mövzulardır ki, valideynlər və ya da daha böyük nəsil tərəfindən qərarlaşdırılır. Ona görə belə anlarda biraz addım atmaq, cəsur olmaq, yaşamaq və izlənməyə dəyər bir həyat yaşamaq önəmlidir. Hamıya da bunu arzulayırıq. Bu mövzuda əlavə eləmək istədiyiniz bir şey varsa, yox, çox gözəl özətlədiniz. Son olaraq, yəni elə mən də tam siz nə deyirsinizsə, mən də hamısına qatılıram. Yəni həyatınızı bir balaca yaşayın. Yəni biraz həyatınızı yaşayın. Bir də hər şeyin cavabını da %100 hardasa olduğunu düşünməyin. Yəni cavab bəzən ümumiyyətlə yoxdur. Hər şeyin %100 cavabı yoxdur. Sadəcə siz yaşayırsınız, bir təcrübə qazanırsınız və oradan da öz cavabınızı alırsınız. Yəni hər şeyin hər kəsə keçən bir cavabı yoxdur. Məsələ ondan ibarətdir. Ona görə də sadəcə müəyyən bəli bir şeyləri bilin, bayaqdan danışdıqlarımız, amma ondan sonra da öz həyatınızla bağlı qərarlarınızı verin. Sonra da baxın, səhv çıxsa da gedib deməyin ki, məsələn, ay videoda görmüşdüm, ona görə oldu. Yəni qərarınızı verin, həyatınızı yaşayın. Səhv olacaq, başqa addım atacaqsınız. Bunun da başqa bir yolu da yoxdur. Yəni boşuna axtarmayın. Yəni geri dönüşü olmayan bir şey yoxdur həyatda. Yəni inanın ki, o verilən bütün qərarların sonra daha gözəl geri dönüşləri. Yəni mən bunu özüm yaşamış biri olaraq çox rahat şəkildə deyirəm ki, o içində olduğunuz an nədirsə, onu daha yaxşı vəziyyətdə 100% özünüzə çatdıra bilərsiniz əgər inansaz və özünüzlə, o daxili mənəvinizlə kontaktda olsanız. İlk videomuzu belə yekunlaşdıraq. Yaxşı ki gəldiniz, yaxşı ki burada bu videonu çəkdim. Məncə elə mövzu olaraq da çox yaxşı yerinə düşdü. Ümid edirəm ki, izləyənlər də faydalanar. Bəli. Son olaraq bizi Telegramda izləməyi mütləq şəkildə xatırlatmaq istəyirəm. Yəni Aygün burada sonsuz sayda çox faydalı məlumat paylaşır və biz demək olar ki, fan klub olaraq özümüzü belə adlandırırıq artıq. Bir ildən çoxdur ki, izləyirik və həyatıma çox dəyişikliklər eləyib. Adi bir cümlə belə, adi bir addım atanda belə yadıma düşəndə, yəni çox deyirəm ki, okey, mən düz eləyirəm. Çünki o fikir o an mənə çox düz gəlmişdi. Deməli, indi də mənim həyatım üçün düzdür. Ona görə Telegramı izləməyi və YouTube kanalına abunə olmağı unutmayın. Növbəti videolarda görüşərik. Görüşərik.